Salam, hər birinizi xoş gördük. Bugün masamızın üstündə Brian Tracy'nin o məşhur kitabı Bəhanələrə yox, özünə nəzarət gücü var və sizdən gələn istəklərə əsasən intizamın potensialımızı reallaşdırmaq üçün nə qədər vacib olduğunu, yəni bunun əslində necə işlədiyini anlamağa çalışacağıq. Bəli, bu həqiqətən də çoxlarının maraqlandığı bir mövzudur. Məqsədimiz də odur ki, görək bu özünü idarə etmə, yəni özünə nəzarət. Həyatımızı həqiqətən kökündən dəyişə bilər, yoxsa bu sadəcə bir motivasiya kitabıdır? Mütləq. Tracy'nin əsas arqumenti, belə deyək, çox güclüdür. O deyir ki, özünə nəzarət sadəcə yaxşı bir xüsusiyyət deyil. Əsas açardır. Bəli, digər bütün uğur prinsiplərini işə salan əsas açardır. Minlərlə uğurlu insanı araşdırıb və deyir ki, hamısında ortaq cəhət budur. Etməli olduğun işi Etməli olduğun vaxtda etmək. tam olaraq. İstər həvəsin olsun, istər olmasın. Bu hər şeyin təməlidir. Bu tərif çox sadə səslənir, amma yəqin ki, tətbiqi ən çətin olanıdır. Yaxşı, gəlin elə başdan başlayaq. Tracy deyir ki, çoxumuz bir gün adası deyilən bir yerdə yaşayırıq. Bu metafora mənim çox xoşuma gəldi. Hə, çox güclü metafordur. Sanki arzuların ölməyə getdiyi bir yerdir. Bir gün idmana başlayacağım, bir gün. O kitabı oxuyacağam. Tam olaraq. Və o bir gün heç vaxt gəlmir. Tracy buna bəhanəçilik xəstəliyi deyir. Bəhanəçilik. Yəni özümüzə danışdığımız o hekayələr. Vaxtım yoxdur, pul yoxdur, yorğunam. Düzdür. Və bu hekayələrə özümüzdə inanırıq. Əsl problem budur. Bu zənciri necə qırmaq olar? Kitabda, yəni, çox kəskin bir üsul təklif olunur. O sual. O sual, bəli, bəlkə də kitabın ən təsirli hissəsidir. Deyir ki, bəhanənizi deyən kimi özünüzdən soruşun. Mənimlə eyni problemi yaşayan, hətta daha betərini yaşayan, amma yenə də uğur qazanan kimsə var? Və cavab demək olar ki, həmişə hə olur. Həmişə. Və o an bütün bəhanə çökür. Gücünü itirir. Çünki başqası edibsə deməli mümkündür. Və sənin bəhanən sadəcə bir seçimdir. Məhdudiyyət deyil. Bu, həqiqətən də necə deyim, insanı silkələyir. Əlbəttə. Məsuliyyəti birbaşa sənə qaytarır. Elə bu məqamda Tracy uğurun iki ən böyük düşmənini də təqdim edir. Ən asan müqavimət yolu və məqsədə uyğunluq faktoru. Düzdür. Bu, sanki hər gün beynimizdə gedən bir döyüşdür. Məsələn, vacib bir layihə üzərində işləmək əvəzinə, sosial mediada vaxt keçirmək. Tam olaraq. Biri çətindir, amma uzun müddətli faydası var, digəri asandır və o an ləzzət verir. Bu da bizi onun uzun müddətli perspektiv anlayışına gətirir. Aha, yəni gələcəyə baxış. Bəli, Tracy'yə görə uğurlu insanlarla uğursuzları ayıran əsas fərq zaman üfüqüdür. Uğurlu insanlar 5, 10, 20 il sonrasını düşünür. Və bugünkü qərarlarını o gələcəyə uyğunlaşdırırlar. Düzdür, bu da qısa müddətli zövqlərdən imtina etmək deməkdir. Onun öz bənzətməsi ilə desək, nahardan əvvəl desert yeməmək intizamıdır. Çox yaxşı bənzətmədir. Yaxşı, tutaq ki, biz bir gün adasından gəmini yola saldıq, bəhanələri də suya atdıq. Bəs bu gəmini hansı limana yönəltməliyik? Məqsədlərə. Bəli. Və burada o statistika, yəni inanın məni şoka saldı. Yetkin insanların yalnız 3%-nin yazılı məqsədləri var. Cəmi 3%. Bu, inanılmaz dərəcədə azdır. Düzdür, amma işin ən heyrətamiz tərəfi o deyil. Ən heyrətamizi odur ki, həmin o 3%, qalan 97%-in hamısından daha çox qazanır. bəli, cəmindən daha çox. Bu, ağlasığmaz bir fərqdir. Bəs niyə? Bunun sirri nədədir? Niyə məhz yazmaq bu qədər güclüdür? Sadəcə düşünmək bəs etmir. Tracy bunu psixoneyromotor fəaliyyət adlandırır. Psixoneyromotor. Yəni fiziki hərəkətin, məsələn yazmağın birbaşa beyinə təsiri. Tam olaraq, bir məqsədi sadəcə düşündüyünüz zaman o, mücərrəd bir ideya olaraq qalır, amma onu yazmaq üçün fiziki və hərəkət edirsiniz. Qələmi tutursunuz, kağızda hərəkət etdirirsiniz. Beyinini, sinirləri, əzələləri, hər şeyi prosesə cəlb edirsiniz. Bəli, bu sanki o məqsədi şuuraltınıza həkk etmək kimidir. Onu proqramlaşdırırsınız və beyniniz siz fərqində olmadan belə o məqsədə çatmaq üçün yollar axtarmağa başlayır. Deməli, məqsədə real bir forma veririk. Tracy'nin bunun üçün 7 addımlıq bir metodu da var. Bütün addımları saymaqdansa, sizcə insanlar ən çox hansı addımda büdürüyür? İntizam adətən harda qırılır? Çox yaxşı sualdır. Düşünürəm ki, 2 kritik nöqtə var. Birincisi 6-cı addım. Dərhal hərəkətə keçin. Aha, yəni mükəmməl anı gözləməmək. Bəli.
İnsanlar mükəmməl plan qurmağa o qədər vaxt sərf edirlər ki, heç vaxt başlamırlar. Tracy deyir ki, dərhal nəsə et, nə qədər kiçik olsa da, bu impulsu yaradır. Bəs ikinci çətin addım? 7-cisi, hər gün məqsədinizə doğru bir addım atın, davamlılıq. Bu, intizamın özüdür. Bir gün çox iş görüb, sonra bir həftə heç nə etməmək yəni. Aha, heç bir nəticə vermir. Aydın məsələdir. Və bütün bunlar bizi birbaşa məsuliyyət mövzusuna gətirir. Tracy bu barədə düzü çox sərt mövqe tutur. Çox kəskindir. Deyir ki, həyatınız üçün 100% məsuliyyəti götürməyənə qədər heç bir irəliləyiş mümkün deyil. Bu, ilk baxışdan ağır bir yük kimi səslənə bilər, amma əslində həm də azad edicidir. Necə yəni? Ağır hissəsi odur ki, artıq heç kimi günahlandıra bilməzsən. Nə hökuməti, nə müdiri, nə keçmişini. Amma azad edici tərəfi odur ki, mən məsuliyyət daşıyıram dediyin an gücü öz əlinə alırsan. Yəni, əgər problem mənim məsuliyyətimdirsə, onu dəyişmək də mənim gücümdədir. Tamamilə. Artıq qurban deyilsən. Öz həyatının sükanı arxasındasan. Yaxşı. Deməli, bəhanələrdən qurtuluruq, məqsədləri yazıb hərəkətə keçirik və tam məsuliyyəti götürürük. Bütün bu daxili dəyişikliklərin bizim kimliyimizə, yəni xarakterimizə təsiri necə olur? Bu, zəncirvari bir reaksiyadır. Əslində, bir-birini qidalandıran bir dövrandır. Nə qədər çox özünə nəzarət tətbiq etsəniz, yəni özünüzə verdiyiniz sözləri tutsanız, özünüzə hörmətiniz bir o qədər artır. Bəli, özünüzü daha çox bəyənirsiniz. Özünə hörmətiniz artdıqda isə daha böyük işlərə cəsarətiniz çatır. Tracy deyir ki, xarakter hər dəfə asan səhv əvəzinə çətin doğrunu seçəndə formalaşır. Məsələn, işdə bir səhvi etiraf etmək kimi. Əla nümunədir. Onu gizlətmək asandır, amma məsuliyyəti götürmək çətindir, lakin doğrudur. Hər belə seçim xarakterinizi biraz daha möhkəmləndirir. Okey, həmçinin şəxsiyyətin 3 hissəsindən danış. Öz idealınız, öz obrazınız və özünə hörmətiniz. İntizam bu üçünü necə birləşdirir? Öz idealınız olmaq istədiyiniz insandır, dəyərlərinizdir. Öz obrazınız isə hazırda özünüzü necə gördüyünüzdür. Özünə hörmət də özünüzü necə hiss etdiyiniz. Problem bu üçü arasında boşluq olanda yaranır. Məsələn, idealımda çalışqanam, amma reallıqda tənbələm. Düzdür, bu zaman özünə hörmət aşağı düşür. İntizam bu boşluğu dolduran körpüdür. İntizamlı davranaraq hərəkətlərinizi idealınıza uyğunlaşdırırsınız. Obrazınız idealınıza yaxınlaşır və özünə hörmətiniz təbii olaraq artır. Çox aydın izahdır və bunun praktik bir tərəfi də var. Öz sahəndə mütəxəssis olmaq. Kitabdakı o cümlə məni çox təsirləndirdi. Qazanma qabiliyyətiniz sizin ən qiymətli maliyyə aktivinizdir. Mütləq. Yəni, sənin əsl kapitalın bankdakı pulun yox, beynindəki bilik və bacarıqlarındır. Və Tracy bunun üçün konkret bir formula verir. 3 formulu. Yəni, gəlirin 3%-ni özünə yatırmaq. Bəli. Kitablar, kurslar, seminarlar. Bu, ömür boyu öyrənməyə sadiqlikdir. Və o daha da iddialı bir şey deyir. Hər gün sahəndə cəmi 0,1% daha yaxşı olsan. Gözləyin, 0,1% bu çox kiçik səslənir. Kiçik səslənir, amma mürəkkəb faiz prinsipi ilə 10 il ərzində məhsuldarlığınızı 1000%-dən çox artıra bilərsiniz. 1000%, bu ağlasığmazdır. Hər gün atılan kiçik bir addımın belə nəticəsi. Həm həvəsləndiricidir, həm də biraz inanılmazdır. İnanılmazdır, amma riyaziyyatdır. Mürəkkəb faizin gücüdür. Hər gün bir əvvəlki günün üstünə cüzi bir şey qoyursan, zamanla bu eksponensial artım yaradır. Yaxşı, bu daxili intizam mühərrikini qurduq. İndi gəlin görək, bu mühərriki peşəkar dünyada, işdə və ya biznesdə necə istifadə etmək olar? Bu intizam bizim performansımızda necə görünməlidir? Bunun üçün Tracy'nin çox praktik bir yanaşması var. 3 qanunu. 3 qanunu. Bəli. İdeya budur ki, gördüyünüz bütün işlərin arasında yalnız 3'sü sizin dəyərinizin 90%-ni təşkil edir. İntizam bu 3 əsas işi tapıb, bütün enerjini onlara fokuslamaqdır. Bu, 80-20 prinsipinə çox bənzəyir. Amma bunu etmək çətindir, çünki ofis mühiti təcili amma əhəmiyyətsiz işlərlə doludur. Məhz elədir və burada onun digər bəlkə biraz mübahisəli fikri gəlir. 40 saat üstəgəl formulu. Deyirsə həftədə 40 saat işləmək sadəcə sağ qalmaq üçündür. Əsl uğur isə 40 saatdan əlavə işlədiyin saatlarla müəyyən edilir. Bəli. Bir dəqiqə bu fikir günümüzdəki o tükənmişlik və
iş-həyat balansı müzakirələri fonunda biraz, necə deyim, köhnəlmiş səslənmir. Bu hələ də aktualdır. Çox vacib bir məqamdır. Sualınız tam yerindədir. Məncə, Tracy'nin fikrini hərfi mənada, sadəcə daha çox işləyin kimi yozmaq düzgün olmazdı. Söhbət boş yerə uzun saatlar işləməkdən getmir. Yəni, o əlavə vaxtı nəyə sərf etdiyimizdən gedir? Düzdür. O vaxtı yeni bacarıqlar öyrənməyə, özünü inkişaf etdirməyə sərf etməyi nəzərdə tutur. Yəni, bu, başqası üçün deyil, öz qazanma qabiliyyətinə etdiyin bir investisiyadır. Deməli, şuurlu şəkildə öz gələcəyini yatırım etmək. Bəs biznes sahibləri üçün bu intizam necə görünür? Biznesdə intizam ilk növbədə fərziyyələrini daima sorğulamaq deməkdir. Və Tracy deyir ki, biznesin məqsədi mənfəət deyil. Bu çoxlarını təəccübləndirər. Əlbəttə. O deyir ki, biznesin əsl məqsədi müştəri yaratmaq və onu saxlamaqdır. Mənfəət isə bu işi yaxşı görməyin nəticəsidir. İntizamlı biznes sahibi ideal müştərisini tanıyır və bütün səylərini onu məmnun etməyə yönəldir. Beləliklə, düşüncə tərzindən başladıq, məqsədləri, xarakteri və peşəkar tətbiqini əhatə etdik. Həqiqətən də hər tərəfli bir çərçivədir. Tracy'nin mesajı aydındır. Uğur təsadüf deyil, proqnozlaşdırıla bilən bir nəticədir. Bəli, və məncə bütün bu müzakirədən çıxarılacaq ən əsas nəticə budur, özünə nəzarət bir cəza deyil. Əksinə, o əsl azadlığa aparan bir vasitədir. Bəhanələrin, pis vərdişlərin əsarətindən qurtulmaq üçün bir alətdir. Potensialımızı açan o əsas açar. Tamamilə. Uğurlu insanlar bəyənmədikləri, amma zəruri olan işləri vərdiş halına gətirirlər. Çünki bilirlər ki, bu arzuladıqları gələcək üçün ödəməli olduqları qiymətdir. Və sizin üçün də üzərində düşünməli bir son fikir buraxırıq. Kitabda vurğulanır ki, heç vaxt sahib olmadığınız bir şeyə nail olmaq üçün heç vaxt olmadığınız birinə çevrilməlisiniz. Elə isə sizi düşündürəcək sual budur. Bugündən etibarən davamlı olaraq etməyə başlasanız, sizi ən böyük məqsədinizə çatmaq üçün lazım olan insana çevirəcək o tək, çətin, lakin zəruri olan hərəkət hansıdır?